İqbal müəllim, Pakistanla Əfqanistan arasında niyə hərbi toqquşmalar yenidən alovlandı? Bunun Birləşmiş Ştatlar İran gərginliyi ilə bir əlaqəsi varmı? Nə baş verir? Sizdən işlək təfərrüatları. Təşəkkür edirəm. Bir daha axşamınız xeyir. Əvvəla Pakistanla Əfqanistan arasında baş verən hadisələr yeni deyil. Amma zaman etibarilə niyə məhz Yaxın Şərqdə bu qədər gərginliyin olduğu bir vaxtda yenidən alovlanıb, bu özü çox ciddi şəkildə sual doğura bilər. Məndən əvvəl siz qeyd etdiniz, 2670 kilometrə qədər sərhəd var və bu sərhəd də 1890-cı illərdən çəkilmiş və iki xalqı böləndir. Amma İrana yönəlik siyasətdə bu qarşıdurmanın hər hansı bir zəmini varmı? Və yaxud da buradan İrana doğru yol alına bilərmi? Çünki bilirsiniz ki, Bəluc məsələsi təkcə Pakistan və Əfqanistan məsələləri deyil, həmçinin ən geniş şəkildə və İranda müqavimət göstərən ən böyük təşkilatlardan biri, təşkilatlanmış etnik milli qruplardan biri Bəluclardır. Pakistanda isə onların sayı İrandakı saydan və o cümlədən Əfqanistandakı saydan qat-qat artıqdır. Hətta müstəqil parlamentləri də var Bəlucların orada. Və indi baş verən hadisələr İrana yönəlik siyasətdə Amerika Birləşmiş Ştatlarının bu təşkilatları ayağa qaldırmaqla İran daxilinə keçirmək istədiyi hər hansı bir hadisələr varmı? Bəluclar buradan yola çıxaraq da İranda əsas etiraz edə biləcək kütlə halına gələcəkmi? Xatırladım ki, indiyə qədər bütün dövrlərdə İranda inqilabların və yaxud da baş verən hadisələrin fonunda ən ciddi silahlı müqavimət göstərən ən son hadisələrin özündə belə Bəluclar olur. Bəluclar ən tez silahlanan və ən tez müqavimətə İran hökumətinə, mərkəzi İran hökumətinə qarşı müqavimət göstərən təşkilatlar olur. Onları həqiqətən tətikləyə biləcəklərmi? Tətikləyə bilərmi? Bu sual altındadır. Amma Pakistanla Əfqanistanın uzun müddətli bu şəkildə müharibəyə gedə biləcəkləri ehtimalı sıfıra yaxındır. Sərhəd toqquşmasından daha böyük konfliktə keçmək ehtimalı sıfıra yaxındır. Çünki hər ikisi iqtisadi vəziyyətlərini bilir. Hər ikisi bu müharibənin onların iqtisadi və siyasi vəziyyətlərinə, o cümlədən sosial vəziyyətlərinə nə dərəcədə təsir edə biləcəklərinin fərqindədir. Baxmayaraq ki, Pakistan nüvə dövlətidir. Baxmayaraq ki, Pakistanın kifayət qədər müasir silahları var. Lakin Pakistanın bu istiqamətdə zəifləməsi Hindistanın onun üzərində növbəti mərhələdə ciddi uğur qazanmasına gətirib çıxara bilər. Buna görə də Pakistan maksimum dərəcədə çalışır ki, qonşu dövlətlərlə münasibətlərdə Hindistan faktoru olduğuna görə daha geridə qalsın, münaqişə etməsin və baş nazirin də bugün mövqeyində ifadə etdiyi kimi biz hamı ilə sülh şəraitində yaşamaq istəyirik, amma ərazi və suverenliyimiz söz olduqca biz ordu, xalq və dövlət olaraq birlikdə mübarizə aparacağıq. Bu sərhəd toqquşmaları Bəlucistanı mı kökləməyin üzərində qurulub, yoxsa digər hadisələr də bunun fonunda olacaq? Bunu yaxın günlərdə daha dəqiq demək mümkün olacaq. Çünki verilən bəyanatlar onu göstərir ki, hər kəs İrandan öz mülki vətəndaşlarını və diplomatik korpusu sürətlə çıxartmağa çalışır və İrana yönəlik siyasətdə bu elementləri ortaya qoyurlar. Bu elementlər ortada varkən Bəlucistanın tətiklənməsi və silahlı üsyanın içəridə baş verməsi və artıq təkcə xarici qüvvənin yox, həm də daxildəki əhalinin etnik milli qruplarında silahlı üsyanlar vasitəsilə mərkəzi hakimiyyətə müqavimət göstərəcəyi ehtimalları olduqca böyükdür və bütün buna görə də hesab edirəm ki, bu məsələlərdə yaxın 2-3 gün ərzində gözlənilən effektlər hadisələrin daha dəqiq təhlilini verməyə imkan verəcək. Yəni, yeni cəbhənin açılması hələ ki, real görünmür o zaman. Mən hesab edirəm ki, Əfqanistan və Pakistan arasında müharibə uzun sürməyəcək. Başqa versiyalar var. Türkiyə-Pakistan birliyinə və onun müqabilində yeni Yunanistan və İsrail birliyi, bu birlik nə dərəcədə bu müharibəni tətikləyib də Türkiyənin diqqətini yaxın şərq problemlərində aparıcı roldan çəkindirməyə istiqamətləndirər. Bunlar zəif ehtimallardır, amma hər halda bu ehtimallar da var. Amma ən böyük ehtimal Bəlucistan ehtimalıdır və İran daxilində yerli xalqların
silahlı müqavimətlə hakimiyyətə qarşı çıxmaq ehtimallarının böyüklüyü. Lokal olacaqmı əməliyyatlar? Lokal olacaq. Geniş Geniş olmayacaq. müharibə şəraitinə nə Pakistan, nə Əfqanistan hazır deyil. Onların iqtisadi və siyasi sistemləri, o cümlədən qonşularla təhlükəsizlik məsələsinə görə konfliktlərə cəlb olunsalar, içəridə baş verə biləcək narazılıqlar və ictimai rezonanslar hesab edirəm ki, ziyanlarının olduğunu dərk edirlər. Kontrollu gərginlik, belə deyək, kontrollu gərginlik.